Deməli, mətnə əsasən defisit sözünün definition'ı tapmalıyıq. Mənası kəsir, çatışmazlıq, qıtlıq və sair. İlk öncə addan başlayaq. İnsanın adı və ya kim olmağı ilə bağlı başqa faktlar. Xeyr, bu yanlışdır. Bu identity sözünün definition'dır. Və deməli, bir ölkə və digər ölkə arasında bölünmüş, yəni razılaşılmış bir xətt. Bu da deyil, bu border, yəni sərhəddin definition'ıdır. D variantında isə böyük quraq bir ərazidir ki, orada çox az yağış var və çox az bitki var. Bu desert, yəni səhranın definitionıdır. Digərində isə hökumətə ödənilmiş bu, yəni gəlirin və ya mallarının qiyməti və ya verdiyiniz servisin qiyməti, xidmətin qiyməti qarşılığında. Bu isə tax, yəni vergi olacaq. Doğru variant olacaq C variantı, müvəqqəti və ya daimi bir çatışmazlıq kimisə qabiliyyətində və s. Deməli, burada elə defisit çatışmazlıq, kəmkəsir, lack da həmçinin o sinonimidir. Doğru variant olacaq C variantı.